Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalamın həyatı 2-ci hissə. Təvəllüdündən Hz. Peyğəmbər salavatullahın beysətinədək. Hz. Peyğəmbər salavatullahın himayəsində. Hz. Əli əleyhissalamın uşaqlıq illəri Hz. Məhəmməd salavatullahın evində və onun təlim tərbiyəsi altında keçmişdir. İslam tarixçiləri bu barədə yazırlar. Bir il Məkkədə həddən artıq qıtlıq oldu. Həmin vaxtlar Hz. Məhəmməd salavatullahın əmisi Əbu Talib böyük bir ailənin başçısı idi və ailəsini çox çətinliklə dolandırırdı. Hz. Peyğəmbər salavatullah Bəni Haşim tayfasının imkanlı şəxslərindən olan digər əmisi Abbasa təklif edir ki, Əbu Talibə köməklik məqsədi ilə hərəsi onun bir uşağını götürüb saxlasınlar. Abbas qardaşı oğlu Məhəmmədin bu təklifi ilə razılaşır. Beləliklə də Abbas Cəfəri və Peyğəmbər salavatullah isə İmam Əli əleyhissalamı öz himayəsinə götürür. Hz. Peyğəmbər salavatullah Peyğəmbər seçilərkən Hz. Əli əleyhissalam onun evində qalırdı və o Hz. Peyğəmbər salavatullahın gətirdiyi dini qəbul edib onun ardıcılı oldu. Hz. Peyğəmbər salavatullah İmam Əli əleyhissalamı öz himayəsinə götürərkən belə buyurmuşdu. Mən o kəsi seçdim ki, Allah onu mənim üçün seçmişdir.